Salam, məziz tələbələr, mən Magistrat Razi Təhsil Mərkəzinin İnformatika müəllimi Gülçü Hüseynova. Bu video izahda sizinlə birlikdə ümumi sınav imtahanı 4-ün suallarına nəzər yetirəcəyik. Başlayaq birinci sualdan. Sual kompüterin texniki təminatı ilə bağlıdır. Aşağıda verilənlərdən hansı 3-cü nəsil elektron hesablama maşınlarının element bazasıdır deyə soruşulur. Doğru cavab variantımız integral sxemlərdir. Böyük integral sxemlər və çox böyük integral sxemlər 4-cü nəsil elektron hesablama maşınlarında, yarımkeçirici diodlar və tranzistorlar ikinci nəsil elektron hesablama maşınlarında, elektron vakuum lampaları isə birinci nəsil elektron hesablama maşınlarında element bazası kimi istifadə olunmuşdur. Növbəti sual Windows 11 ilə bağlıdır. Variantlardan hansı iş masasında yerləşən piktogramların avtonizamlanmasını həyata keçirməyə imkan verir? Sualın düzgün cavab variantı view əmri, yəni C variantıdır. Ümumiyyətlə, Windows 11-də desktopun kontekst menyusu vasitəsilə müəyyən əməliyyatlar həyata keçirilir və göründüyü kimi bu əməliyyatların hər birinin özünə məxsus xüsusiyyəti vardır. View əmrində iş masasının görünüş rejimlərini tənzimləmək mümkündür. Bu görünüş rejimləri large icons, medium icons və small icons olmaqla ayrılır. Auto Arrange Icons vasitəsilə iş masasının piktogramlarının avtonizamlanmasını, Align Icons to Grid əmri vasitəsilə bu piktogramların tor xətti üzrə düzləndirilməsini, Show Desktop Icons əmri vasitəsilə isə piktogramların desktopda görünüb görünməməsini tənzimləmək mümkündür. Növbəti sual. Zoom əmrinin icrası ilə mətnin görünüşünün 300%-dək artırılması mətnin çapı zamanı şriftin ölçüsünə necə təsir edər? Ümumiyyətlə, miqyasın artırıb azaldılmasının çap zamanı şriftin ölçüsünə heç bir təsiri yoxdur. Bu yüzden şriftin ölçüsü dəyişməz. Uyğun dialoq pəncərə isə View tabı vasitəsilə Zoom qrupundan Zoom əmrinin icrası zamanı aktivləşir. Göründüyü kimi eyni dialoq pəncərədir. Növbəti sual kompüter şəbəkələri ilə bağlıdır. Şəbəkə resurslarını təmin edən kompüter necə adlanır? Ümumiyyətlə, lokal kompüter şəbəkələrini qurmaq üçün istifadə olunan 4 əsas aparat komponenti var idi. Bunlar klient və ya buna işçi stansiya da deyilirdi. İkinci serverlər, üçüncü şəbəkə adapteri və ya bunlara interfeys kartı da deyilirdi və dördüncü kabellərdir. Şəbəkə resurslarını təmin edən kompüter server adlanır. Bu resurslardan istifadə edən tərəf isə klient və ya işçi stansiya adlanır. Bəs terminal nədir? Terminal klient server arxitekturalı şəbəkələrdə klient və ya işçi stansiya rolunu oynayır. Server rolunu isə bu arxitekturada mainframe'lər oynayır. Okay. Növbəti sual. Alqoritmin qeyd olunan tənlik alqoritmin hansı növünə aiddir? Alqoritmin 3 növü var, xətti, dövrü və budaqlanan. Əgər hər hansısa bir ifadənin həlli zamanı biz şərt tətbiq ediriksə, bu alqoritm budaqlanan alqoritmdir və qeyd olunan tənliyi icra etmək üçün də bizim şərtə ehtiyacımız var. Nəyə görə? Çünki kəsr xəttidir və kəsr xəttinin məxrəci bilirik ki, sıfırdan fərqli olmalıdır. Və burada biz nə alırıq? X fərqlidir 1 şərtini alırıq. Bu səbəbdən də alqoritmimiz budaqlanan alqoritm olacaq. Növbəti sual. Aşağıda göstərilən düymə hansı funksiyanı icra edir? Duration əmrindən söhbət gedir. Duration əmri PowerPoint 2019 proqramında 2 tabda mövcuddur. Transitions tabında və Animations tabında. Ümumiyyətlə, Transitions tabı vasitəsilə biz slaydlar arası keçid effektləri verə bilirik və buradakı Durations əmri məhz slaydlar arası keçid effektlərinin müddətini tənzimləyir. Animations tabı vasitəsilə slaydlar üzərində yerləşən obyektlərə animasiya effektləri vermək mümkündür və uyğun olaraq Duration əmri burada obyektlərə verdiyimiz animasiya effektinin müddətini tənzimləyir. İndi bu qeyd etdiyim 2 cavab variantından biri variantlarda var. Belə ki, bu B variantıdır. Slaydlar arası keçid animasiyasının vaxtını təyin edir.
Növbəti sual: zərərli proqramlara yoluxma simptomları hansılardır? Ümumiyyətlə, simptom nə deməkdir? Göstərici, yəni zərərli proqramlara yoluxma göstəriciləri hansılardır? Birinci ifadə istifadəçinin klaviatura daxil etmələrinin toplanmasını biz bu simptomlara götürməyəcəyik. Çünki bu artıq zərərli proqramın yoluxmasının nəticəsidir. Yadınızdadırsa, malware'yə, yəni zərərli proqramlara spyware'lər aid idi, cəsus proqramlar. Cəsus proqramların içərisində Keylogger adlı bir proqramımız var idi, hansı ki, istifadəçinin klaviatura daxil etmələrini toplayırdı. Yəni, bu artıq bir nəticədir. Ona görə də biri götürməyəcəyik. İnternetdə axtarış edərkən pop-up reklamlarının kompüterə yüklənməsi, əməliyyat sisteminin tez-tez çökməsi, donması və ya mavi ekran xətasının yaranması, bəli. 2 bu simptomlara aiddir. İstifadəçinin elektron poçt ünvanına spam məktubunun daxil olması, xeyr, bu simptomlara daxil deyil. Parolla qorunan hesaba daxil olmaq üçün CAPTCHA sorğu-cavab yoxlamasının aparılması, bu da aid deyil. Ümumiyyətlə, CAPTCHA sorğu-sual yoxlanması nə deməkdir? Biz bəlkə də qarşınıza çıxıb hər hansısa bir saytda robot olmadığımızı təsdiqləyirik bir çox vaxtlarda. Məhz bu yoxlama CAPTCHA sorğu-cavab yoxlanmasıdır ki, mən robot deyiləm tikinə klikləyirik və yaxud uyğun şəkilləri seçirik və yaxud düzülən hərf rəqəm ardıcıllığını yazırıq. Yəni, bu zərərli proqrama yoluxma simptomu deyil. Brauzerdə dəyişikliklərin olması və yeni axtarış alətinin meydana gəlməsi, bəli, bu artıq simptomdur. Antivirus və anti-malware proqramlarının işləməsi ya da arzu olunmayan veb saytlara yönləndirilməsi, bu da həmçinin. Kompüter Ethernet kartının öz-özünə istifadəsi və arzu olunmaz yerlərə paket göndərməsi, bu da aiddir. Bu səbəbdən də doğru cavab variantımız olacaq 2, 5, 6, 7 A variantı. Növbəti sual internet qlobal şəbəkəsində internet xidmətləri və protokolları mövzusuna aiddir. Marşrutlaşdırma protokolu olan IP protokoldur. Paketlərin düzgün ünvanlandırılması funksiyasını daşıyır. İnformasiyanın paketlərə ayrılması və paketlərin son məntəqədə yığılması üçün istifadə olunur. Bu ifadə TCP protokolu üçün keçərlidir. O cümlədən paketlərdə olan səhvlərin aşkarlanması da TCP protokolu vasitəsilə baş verir. 3W xidmətində istifadə olunan protokol HTTP protokoludur. Ümumiyyətlə 3W xidməti hipermətnlərə əl yetərliyi, veb sənədlərin axtarışı üçün istifadə olunan xidmətdir və hipermətnlərin ötürülməsi protokolu da HTTP protokoludur. Usenet xidmətində istifadə olunan protokol NNTP protokoludur və Usenet xidməti telekonfransların yaradılması üçündür. Yəni NNTP-yə həm də biz telekonferensiya protokolu deyə bilərik. Elektron məktubların göndərilməsi üçün istifadə olunur. Elektron məktubların göndərilməsi üçün SMTP protokolundan istifadə olunur. Qəbulu üçün isə POP3 və yaxud IMAP protokolundan istifadə olunur. Növbəti sual. Nöqtə tar hansı proqrama məxsus faylın genişlənməsidir? Bu proqram arxiv proqramlarıdır. Ümumiyyətlə, arxiv proqramlarının bir sıra genişlənmələri var. O cümlədən qeyd olunan digər variantların da hər birinin özünə məxsus genişlənmələri var. Bunlar hamısı əməliyyat sistemi mövzusunda qeyd olunmuşdur. Funksional baxımdan yaddaş qurğusunun növləri aşağıdakılardan hansılardır? Funksional baxımdan yaddaş qurğuları iki yerə ayrılır, daxili və xarici yaddaş qurğuları olmaqla. Daxili yaddaş qurğuları hansıdır? Biz bunlara enerjidən asılı olan və asılı olmayan daxili yaddaş qurğuları kimi ayıra bilərik. Enerjidən asılı olan daxili yaddaş qurğuları RAM, video yaddaş, keş yaddaş və registr yaddaşdır. Enerjidən asılı olmayan daxili yaddaş qurğuları isə ROM, SMOS və flash yaddaş.
Xarici yaddaş qurğuları isə işləmə prinsipi baxımından bölünür. Belə ki, bunlar birbaşa müraciətli xarici yaddaş qurğuları və ardıcıl müraciətli xarici yaddaş qurğularıdır. Birbaşa müraciətliyə maqnit disklər və flash kart, ardıcıl müraciətliyə isə maqnit lent aiddir. Maqnit disklər hansılardır? Əlavə olaraq optik disklər hansılardır? Bunlar kitabınızda qeyd olunub ətraflı şəkildə. Sistem proqram səviyyəsinə aiddir. Ümumiyyətlə, sistem proqram təminatı, baza proqram təminatı və servis proqram təminatı olmaqla iki qrupa ayrılır. Baza proqram təminatına gəlin sizə göstərim real olaraq da. Baza proqram təminatına əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri aiddir. Servis proqram təminatına isə diaqnostika proqramları, antivirus proqramları və utilitlər aiddir. İndi variantlara baxaraq biz bunu təyin etməyə çalışaq. Linux bəli əməliyyat sistemidir, aiddir. Norton Commander bəli əməliyyat örtüyüdür, aiddir. Oracle tətbiqi proqramlara aiddir. Verilənlər bazasının idarə etmə sistemidir. Buna görə A variantı deyil. Netware şəbəkə əməliyyat sistemidir. Kaspersky antivirusdur. Panda da antivirusdur. Deməli, bunların hər üçü sistem proqram təminatına aiddir. C variantında nə pozur? Avista antivirusdur. ProScanner də antivirusdur, amma Maya tətbiqi proqram təminatına aid olaraq qrafik redaktorlara aid bir proqramdır. D variantında hər üçü pozur. Babylon tərcümə proqramıdır. Oxford lüğət proqramıdır. Macromedia Freehand isə qrafik redaktordur və bunların hər üçü də qeyd etdiyim kimi tətbiqi proqram təminatına aiddir. Windows 7 əməliyyat sistemidir. NetBeans instrumental proqram təminatına aiddir və inteqrallaşmış mühitdir. ClearCase isə yenə də instrumental proqram təminatına aiddir və proqram kompleksidir. 32. Kompüter qrafikasında təsvirdəki rənglərin sayı nədən asılıdır? Bu rənglər buna palitra da deyilə bilər, buna rəng çoxluğu da deyilə bilər, rənglərin maksimal sayı da deyilə bilər. Yadınızdadırsa, belə bir düsturla biz bunu tapırdıq. Maksimum bərabərdir 2 üstə n bit. Yəni, rənglərin maksimal sayını tapmaq üçün öncə bizə nə lazımdır? N bit lazımdır. N biti ekvivalent olan sözlər hansıları idi? Hər pikselin kodlaşdırılması üçün ayrılan bitlərin sayı da deyirdik buna. Rəng tərtibi də deyirdik buna. Kadr buferinin dərinliyi də deyirdik buna. İndi rənglərin maksimal sayı qeyd etdiklərimdən hansı cavab variantında varsa, ondan asılı olacaq. Yəni, N biti ekvivalent olan sözlərdən birinə. Burada da baxın, hər pikselin kodlaşdırılması üçün ayrılan bitlərin sayı var. Ona görə də doğru cavab variantımız C variantı olacaq. 32-dən sonra Meta prosesorunda birinci səhifənin kalan titulunu digərlərinə fərqləndirə bilmək üçün hansı lent tabının əmrlərindən istifadə olunur? Kalan titul dedikdə sərlövhə və biz buna header footer da deyirdik. Bu insert tabından həyata keçirilir. Yəni, biz sərlövhə əlavə etmək istəyiriksə, kalan titul əlavə etmək istəyiriksə, insert tabının header footer qrupundan istifadə edəcəyik. Amma birinci səhifəyə fərqli kalan titul, tək cüt səhifələrə fərqli kalan titul sualını görsəniz, artıq bunun cavab variantı insert olmayacaq. Yaxşı, bunları bəs haradan həyata keçiririk? Doğru cavab variantı kimi header footer alət tabını qeyd edə bilərik. Baxın, gördüyünüz kimi options qrupunda different first page, different odd and even page əmri var. Yəni, birinci səhifəyə fərqli kalan titul vermək istəyiriksə, tək cüt səhifələrə fərqli kalan titul vermək istəyiriksə, ya header footer alət tabından istifadə etməliyik, yaxud da ki, biz bunu page setup dialog pəncərəsi vasitəsilə edə bilərik ki, page setup dialog pəncərəsini iki yerdən açmaq mümkündür. Layout tabının page setup qrupu vasitəsilə. Baxın, gördüyünüz kimi 3 tab vərəqi vardır page setup dialog pəncərəsinin, margins, paper və layout. Qeyd edilən, yəni birinci səhifəyə fərqli kalan titul, tək cüt səhifəyə fərqli kalan titul vermək üçün isə layout tab vərəqində göründüyü kimi bu əmrlərdən istifadə olunur. Və page setup dialog pəncərəsini açmaq üçün digər bir options isə faylın
Print əmri vasitəsilə, baxın, göründüyü kimi burada Page Setup dialog pəncərəsi açıla bilər. Mergence, Paper və Layout eyni dialog pəncərədir və bayaqda qeyd etdiyim kimi Layout hissəsindən biz bunu eləyə bilirik. Ona görə də bizdən əgər birinci səhifəyə, tək cüt səhifələrə fərqli kalan titullar qoymaq tələb olunursa, doğru cavab variantı kimi ya Layout götürülməlidir, ya da ki, File tabı götürülməlidir. Ona görə də Y variantı olacaq. Növbəti sual düstur köçürməyə aiddir. D17 xanasına, gəlin biz də qeyd edək, D17 xanasına A dollar 16 plus dollar B 18 plus C 17 plus 2 düsturu daxil edilmişdir. Bu düsturu Y18 xanasına köçürdükdən sonra Y18 xanasına hansı düstur daxil edilir? Düstur köçürməsi zamanı biz diqqət edirdik nəyə? Hansı xanadan hansı xanaya köçürülmə baş verib? Bu köçürülmə zamanı sütun necə dəyişib, sətir necə dəyişib? Gəlin baxaq. D17-dən Y18-ə köçübsə, sütununuz necə dəyişib? D-dən Y-yə bir vahid artıb. Və sətriniz necə dəyişib? 17-dən 18-ə sətrimiz də bir vahid artıb. Deməli, bizim bu düsturumuzu təşkil edən xanalarda, yəni A dollar 16, dollar B 18, C 17, bu xanalarda köçürmə zamanı sütunumuz bir vahid artacaq, sətrimiz də bir vahid artacaq. Təbii ki də mütləq ünvanlara da diqqət etməliyik. Çünki mütləq ünvanlar düstur köçürməsi zamanı dəyişməyən ünvanlardır. Yəni dollar əgər sütunun qarşısında olarsa sütun dəyişməyəcək, sətrin qarşısında olarsa sətr dəyişməyəcək. Okay. İndi biz köçürməni həyata keçirsək, təbii ki də sütunu bir vahid, sətri bir vahid artırmaqla A dollar 16 necə dəyişəcək? Sütununuz bir vahid artacaq. Çünki sütunun qarşısında dollar işarəsi yoxdur. Dollar yoxdursa deməli dəyişməlidir. Amma fikir verin, sətrimizin qarşısında dollar işarəsi var. Dollar işarəsi olduğuna görə bu sətr dəyişmir. Üstəgəl. Artıq ikinci xanada dollar işarəsi sütunun qarşısındadır. Deməli, sütun dəyişməyəcək. Amma sətrimiz bir vahid dəyişəcək və olacaq 19. Və C17 xanası artıq nisbi ünvandır. Hər ikisi həm sütun, həm sətr bir vahid artaraq nə olacaq? D18 və plus 2. Cavab olacaq B variantı. Verilənlərdən hansı BIOS proqram kompleksinin əsas funksiyalarından biridir? Ümumiyyətlə, BIOS Basic Input-Output sistemi, yəni giriş-çıxış baza sistemi olmaqla əməliyyat sisteminin ilkin yüklənməsini təmin edir və içərisində iki rejim vardır. Bunlar post və boot rejimdir. Post proqramdır. Post proqramı vasitəsilə kompüter qurğularının testləşdirilməsi həyata keçirilir. Əgər heç bir qurğuda problem yoxdursa, o zaman boot rejimə keçid baş verir. Boot rejim vasitəsilə isə əməliyyat sisteminin nüvəsi sərt diskdən, ki bu sərt disk olmaya da bilər, kompüterin xarici yaddaş qurğusu hansıdırsa, oradan RAM-a yüklənir və nəticədə artıq əməliyyat sistemi açılır. Bizdə username, hansı ki login səhifəsi, əməliyyat sisteminə qeydiyyat səhifəsi açılır. Bu qeyd etdiklərimizdən də, yəni əsas funksiyalarından da biri nə oldu? Kompüter qurğularını test etmək. 35-dən sonra elektron cədvəl prosesorunda D sütununun enini burada yerləşən ən uzun məlumatın uzunluğu ilə bərabərləşdirmək üçün nə etmək lazımdır? Gəlin, baxaq. Tutaq ki, D sütununda müəyyən mətnlər yazılıb. Bir mətn daha uzundur, yəni hal-hazırda D sütununa sığışmır. D sütununun enini burada yerləşən ən uzun mətnin eninə uyğunlaşdırmaq üçün ya D ilə Y sütununun sərhəddində dayanıb bu sərhəd xəttindən sağa doğru çəkmək lazımdır. Yaxud da ki, D ilə Y sütununun sərhəd xəttində mausun sol düyməsini 2 dəfə klikləmək lazımdır və avtomatik olaraq bu zaman D sütununun eni ən uzun mətnin eninə uyğunlaşdırılır.
Bu səbəbdən də bizim doğru cavab variantımız nə olacaq? D, Y sütun başlıqları arasında mouse'un sol düyməsini 2 dəfə klikləməklə. Növbəti sual. Windows 11 əməliyyat sistemində hər hansısa bir qovluğu və faylı gizlətmək üçün kontekst menyusunun hansı əmrindən istifadə olunur? Bu əmr properties əmridir. Gəlin onu əyani şəkildə də göstərək. File Explorer proqram pəncərəsindəyəm hal-hazırda. Gəlin görünüş rejimini dəyişək. Large icons edək. Hər hansısa bir faylı və ya qovluğu gizlətmək istəyiriksə, biz bunu Properties dialog pəncərəsindən etməliyik. Properties dialog pəncərəsini açmaq üçün isə ya kontekst menyudan, baxın, kontekst menyunun Properties əmrindən istifadə edə bilərik və yaxud bunun üçün düymə kombinasiyası var, Alt-Enter və yaxud da üçüncü bir yolumuz var Properties dialog pəncərəsini açmaq üçün See More, hansı ki, burada 3 nöqtənin üzərinə klikləsək, baxın, burada Properties əmrini görəcəyik. Üzərinə kliklədiyimiz zaman Properties dialog pəncərəsi açılacaq və burada hər bir fayl və qovluğa hidden atributu verə bilərik. Gəlin gizlədək. Gizlədilmiş obyektlər şəffaflaşır və onu da qeyd edim ki, obyektlər iki cür şəffaflaşa bilər. Ya cut etdiyimiz zaman, ya da ki, hidden etdiyimiz zaman. Refresh etdiyimiz zaman geri dönən cut olmuş obyektlər olur. Amma ki, rəngi yenə də solğun olmağa davam edənsə, hidden olmuş obyektlər olur. Obyekti hidden atributundan çıxarmaq istəyiriksə, yenə eyni ardıcıllıqla Properties pəncərəsini gərək açaq və oradakı hidden atributunu deaktiv edək. Və bir şey də qeyd edim, bu da suallarda qarşınıza çıxa bilər. Gizlədilmiş obyektlərin görünüb görünməməsi bəs haradan tənzimlənir? Hal-hazırda fikir versəniz, mən bunu hidden etsəm də ekranda şəffaflaşmış vəziyyətdə görünür. Bəs bunun görünməməsini haradan tənzimləyə bilərik? Və yaxud gizlədilmiş obyektlərin görünmürsə, əgər görünməsini haradan tənzimləyə bilərik? Biz bunu Options dialog pəncərəsi ilə və yaxud da View əmrinin Show hissəsindən, baxın burada Hidden Items əmri vasitəsilə həyata keçiririk. Hidden Items'ın qarşısında tik qoyulub, bu səbəbdən artıq mənim gizlədilmiş obyektlərim görünür. Əgər bu tik olmasa, görünməyəcəkdir. Eyni funksiyanı biz qeyd etdiyim kimi Options dialog pəncərəsi vasitəsilə də edə bilərik. Options açmaq üçün See More və yaxud da Control Panel qovluğundan da bunu aça bilərik. Gəlin Optionsdan göstərim. Deməli, baxın burada Folder Options dialog pəncərəsi. Buradan da suallar gələ bilər. 3 tab vərəqi vardır və qeyd etdiyim funksiya View tab vərəqinə aiddir. Baxın, Show Hidden Files, Folder and Drives. Hal-hazırda aktivdir. O səbəbdən görünür. Amma mən bunu deaktiv edəsəm, Don't Show Hidden Files etsəm, artıq fikir versəniz, artıq görünmür hidden olmuş obyektlər. Təkrar göz önünə gətirmək istəyirəmsə, yenə ya getməliyəm View-nun Show hissəsindən bu Hidden Items-ı aktivləşdirməliyəm, ya da ki, yenə Options dialog pəncərəsini açaraq orada Show Hidden Files-a klikləməliyəm. İndi bizim sualımızın doğru cavab variantını onsuz da biz qeyd etdik. Konkret olaraq hər hansısa bir obyekti gizlətmək istəyiriksə, kontekst menyunun Properties əmri vasitəsilə biz bunu edə bilərik. Növbəti sualımız. Aşağıda şəkildə göstərilmiş seçimlər təsdiq edilərsə, 162 ədədinin yazılacağı xananı müəyyən edin. Qeyd olunan əmr Serious əmridir. Serious əmri Excel-də Home tabının Editing qrupunda Fill əmrinin alt əmridir. Göründüyü kimi eyni dialog pəncərədir. Bu dialog pəncərə vasitəsilə biz sətir və ya sütun üzrə müəyyən artımlar edə bilərik. Belə ki, seriyasın hansı, yəni sətir üzrəmi yoxsa sütun üzrəmi olmasını buradan tənzimləyirik. Toplaya-toplaya, yəni ədədi silsilənin yaradılmasını liner'ı seçərək edə bilərik. Həndəsi silsilənin yaradılmasını grow seçərək edə bilərik. Tarix üzrə artımı date üzrə edə bilərik. Autofill isə avtomatik olaraq doldurmadır. Step value ilə əgər tutaq ki, toplaya-toplaya artıracaqsa, stepimiz, yəni addımımız neçə olacaq, neçə artıracaq. Stop isə onun dayanacağı nöqtədir, yəni artım harada dayansın.
o bildirilməlidir. Ümumiyyətlə, seriyası hesablama aparmaq üçün ya stop value göstərilməlidir, yaxud da ki, bir diapazon seçilməlidir. Əksi təqdirdə seriyası hesablama aparıla bilməz. Okey, gəlin baxaq burada nə seçilir. A1 xanasına 1 yazılıb və seriyasda row seçilib, deməli, sətr üzrə artım olacaq. Və tab olaraq liner toplaya-toplaya yox, grow, yəni vura-vura artım olacaq. Bəs addımımız neçədir? Addımımız göründüyü kimi 3-dür. Deməli, 3-ə vura-vura gedəcək və son dayanacağımız nöqtə 375 olacaq ki, konkret olaraq 375-ə çatmasa belə, ora qədər bir yerdə dayanmalıdır. Yəni, stop value-nu aşmaq olmaz. Baxaq, sətr üzrə 3-ə vura-vura gedək. 2-ni 3-ə vuranda 6, 6-nı 3-ə vuranda 18, 18-i 3-ə vuranda 54 və 54-ü 3-ə vuranda 162. 162-ni 3-ə vuranda isə 486 edir. 486-nı artıq yaza bilmərəm, çünki stop value-nu aşır. Stop value-nu bayaq da qeyd etdik ki, aşmaq olmaz. Artıq 162-də dayanacaq. 162 ədədinin yazıldığı xanada nə oldu? Y1 xanasıdır. Gəlin istəyirsinizsə bunu real şəkildə də göstərim sizə. A1-ə artıq 2-ni mən qeyd etmişəm. Row üzrə, sətr üzrə artım olsun. Grow vura-vura. Step value-muz 3 idi. Stopumuz isə 375 idi. Okey eləsəm, baxın. Göründüyü kimi 162-də dayandı. Növbəti sual. Verilənlər bazasına cədvəllər nə üçündür? Access 2019-la bağlı sualdır. Cədvəllər baza verilənlərinin saxlanılması üçün istifadə olunan obyektdir. Baza verilənlərin seçilməsi və emalı üçün istifadə olunan obyekt querylər, yəni sorğulardır. Bazaya verilənləri daxil etmək və onlara baxış üçün istifadə olunan obyekt forms, yəni formalardır. Əmrlər qrupunu avtomatik yerinə yetirilməsi üçün bu makroslardır. Mürəkkəb proqram əməliyyatlarını yerinə yetirmək üçün, bazanı genişləndirmək üçün bu isə Visual Basic dilində yazılmış proqramlar, yəni modullardır. O cümlədən digər obyektləri də var. Ümumiyyətlə 7 obyekti var. Hal-hazırda 5-ində də ikisi qaldı. Çap üçün istifadə olunanlar, yəni buna reportlar deyilir. Və internet və lokal şəbəkə vasitəsilə bazada əməliyyatlar aparmaq üçün istifadə olunan obyektləri isə səhifələr, yəni page'lərdir. Növbəti sual. Aşağıda göstərilmiş lent qrupu hansı lent tabında yerləşir? Görünən lent qrupu Database Tools'da, baxın göründüyü kimi makro qrupu var burada. Bu səbəbdən də bizdə D variantı olacaq. Database Tools'da yerləşir. Növbəti sual. Word 2019-da bütün sənəd seçilir. Bütün sənəd nə zaman seçiləcək? Ctrl düyməsi basılı saxlanaraq qeyd olunmaz olağında mouse'un sol düyməsini bir dəfə kliklədiyimiz zaman, bəli. Bu zaman bütün sənəd seçiləcək. Gəlin onu real şəkildə də göstərim. Hal-hazırda Ctrl sıxılı saxlamışam və bircə dəfə mouse'un sol düyməsini qeyd olunmaz olağında. Qeyd olunmaz olağı da sənədin sol hissəsidir. Qeyd olunmaz olağında klikləsəm bütün sənəd seçilir. Ctrl düyməsi basılı saxlanaraq cümlənin içində mouse'un sol düyməsini bir dəfə sıxmaqla. Cümlənin içərisində kontrolla mouse'un sol düyməsini bir dəfə sıxsam, bu zaman cümlə seçilir uşaqlar. Biri götürəcəm, amma 2 yox. F8 klavişini 4 dəfə ardıcıl sıxmaqla. F8-i bir dəfə kliklədiyimiz zaman heç nə seçilmir, sadəcə seçim aktivləşir. 2 dəfə kliklədiyimiz zaman söz seçilir, 3 dəfə kliklədiyimiz zaman cümlə seçilir, 4 dəfə kliklədiyimiz zaman abzas seçilir. Hamısını, bütün sənədi seçmək üçün F8-i 5 dəfə klikləmək lazımdır. Ona görə də 3 də yanlışdır. Ctrl-A düymə kombinasiyasından bəli, bütün sənəd seçilir. Növbəti, qeyd olunmaz olağında mouse'un sol düyməsini 3 dəfə vurmaqla. Ümumiyyətlə, yenə də qeyd olunmaz olağında bir dəfə kliklədiyimiz zaman sətr seçilir, 2 dəfə kliklədiyimiz zaman abzas seçilir, 3 dəfə kliklədiyimiz zaman isə bütün sənəd seçiləcək və bu səbəbdən də bəli, 5-i də götürəcəm.
Kursoru sənədin əvvəlinə gətirərək klaviaturadan Ctrl-N düymələr kombinasiyasını sıxmaqla. Kursor sənədin əvvəlindədirsə və Ctrl-N ediriksə, bu zaman sadəcə olaraq sənədin sonuna keçid həyata keçiriləcək. Amma seçim bizdən tələb olunduğu üçün Shift Ctrl-N olmalıydı burada. Amma sadəcə Ctrl-N yazıb, yəni altı uyğun deyil. Doğru cavab variantımız ona görə də oldu nə? 1, 4 və 5. Növbəti sual. Mini-25 onluq ədədinin ikilik say sistemindəki yazılışında olan sıfırların sayı birlərin sayına neçə vahid çoxdur? Onluq say sistemindən istənilən say sisteminə keçdiyimiz zaman nə edirdik? Verilən ədədi keçəcəyimiz say sisteminin əsasına sütunlu olaraq bölürdük. Yəni, mini-25-i 2-yə bölə-bölə gedəcəm. Bu biraz uzun yol olsa da yenə də icra edəyək. Mini-25-i 2-yə böləndə 5 son 2, qalıqda nə qalır? 1. 5 son 2-ni 2-yə 256, birbaşa yazıram, qalıqda 0. 256-nı 2-yə 128, qalıqda 0. 128-i 2-yə 64, qalıqda 0. 2-yə 32 qalıqda 0. 2-yə 16 qalıqda 0. Mənim vərəqim çatmır artıq. Burada 2-yə 4 qalıqda 0. 4-ü 2-yə 2 qalıqda 0 və 2-ni 2-yə burada 1 alınır. Ən sonda 1 alınır və qalıqda 0. Nə edirdik sonra? Ən son qismətdən qalıqlarımızı düzürdük. Ona görə də nə olacaq? 1, neçə 0? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə 0 və 1 dənə 1. İndi neçə dənə sıfırların sayı birlərin sayına neçə vahid çox oldu? 9 sıfırların sayı idi. 2 dənə də birimiz var. Deməli 7 vahid çox olacaq. Bu təbii ki də bir balaca uzundur. Gəlin bunu sadələşdirək. Min-25-i və yaxud da bu kimi ədədləri, yəni böyük ədədlər olduqda, bu bölmə əməliyyatı uzun çəkəcəksə, biz bunu necə edə bilərik? Bu kimi ədədləri 2-nin qüvvətlərinin cəmi şəklində göstərə bilərik. Gəlin bunu ya da silməyək, qoyun qalsın. Burada belə bir şeydir. Aşağı sürüşdürək. Bu olsun bizim birinci üsulumuz. Bu da olsun. Rəngini dəyişək. Bu da olsun ikinci üsulumuz. Yenə də eyni şeyi yazıram bura. 2-yə keçmək lazımdır. Böyük ədədlər olduqda bu ədədləri içərisində olan ən böyük 2-nin qüvvətindən başlayaraq 2-nin qüvvətlərinin cəmi şəklində göstərməliyik. Yəni, mini-25-in içində olan ən böyük 2-nin qüvvəti hansıdır? Mini-24, elə deyil. Yəni, 2 üstü 10. Üstəgəl, mini-24 üstəgəl nə kimi yaza bilərəm mini-25-i? Üstəgəl 1 kimi, elə deyil. 1 də 2-nin qüvvətidir, yox. 2 üstü 0. Baxın, böyük ədədləri içərisində olan ən böyük 2-nin qüvvətindən başlayaraq 2-nin qüvvətlərinin cəmi şəklində göstəririk. Ondan sonra nə edirik? Ən böyük, baxın, 2-nin qüvvəti burada 10-da, elə deyil. Biz də bu 10-a qədər mövqeyə sayacağıq. 0-dan başlayaraq təbii ki. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu mövqeyim var. 2 üstü 10 var. Ona görə də 10-cu mövqeyin altında nə duracaq? 1 duracaq. 9-cu mövqeyim varmı? 2 üstü 9 burada varmı? Yoxdur. O zaman altında 0. 2 üstü 8 varmı? Yox. Altında 0. 2 üstü 7 də yoxdur. 6 da yoxdur. 5 də yoxdur. 4 də yoxdur. 3 də yoxdur. 2 də yoxdur. 1 də yoxdur. Amma 2 üstü 0 var. Deməli, altından 1. Deməli, bu ədəd, mini-25 ədədi, elə bu ikilik ədədin onluq say sisteminə çevrilmiş versiyasıdır. Ki, özünüz də bu ədədi onluğa çevirsəniz, bunu alacaqsınız. 210 üstə 200 alacaqsınız. İstəyirsinizsə, gəlin birlikdə eləyək. Çevirmək üçün, istənilən say sistemindən onluğa çevirmək üçün nə edirdik? Sağdan sola, sıfırdan başlayaraq mövqeyə sayırdıq da, yox. Avtomatik mövqeyə saymışam mən. Bunu çevirəndə nə alacam? 1 vurulsun. 1 vurulsun 2 üstü 10.
Üstəgəl 0 vurulsun 2 üstü 9 10-sa 0 verir yazmıram. 0 vurulsun 2 üstü 8 10-sa 0 verir yazmıram. Ta ki 1 vurulsun 2 üstü 0-a qədər. Bu da eyni şey deyilmi? Eyni şeydir. Ona görə də bu yoldan da istifadə edə bilərsiniz. İçərisində olan ən böyük 2-nin qüvvəti ilə digər 2-nin qüvvətlərinin cəmi şəklində göstərməliyik. O səbəbdən cavabımız yenə də dəyişmir, yenə də 7 vahid fərq edir. Tamam. 43. Verilmiş əmrlərdən hansılar fayl menüsündə yerləşir? Fayl menüsünü açaq PowerPoint-da. Home, New, Open, Info, Save, Save as, Print, Share, Export, Close, Account, Optionslar var burada. Qeyd olunanlardan da hansılara aid olacaq? Bəli, Info var, Home var və Options var. 1, 2 və 5. 44. Kitabın hər səhifəsində 32 sətir və hər sətirdə 64 simvol var. Həcmi 320 kilobayt faylda bu kitabın neçə səhifəsini yerləşdirmək olar? Həcm düsturumuz necə idi? Heç bir kodlaşma adı çəkilməyibsə biz bunu ASCII kodlaşmada götürürük. Unicode-da isə nə edirdik? SSS vurulsun 2 bayt düsturundan istifadə edirdik. Çünki niyə? ASCII-də hər bir simvol 1 baytla kodlaşdırılır, Unicode-da isə hər bir simvol 2 baytla kodlaşdırılır. Tamam, bizə nə verilib? Həcm verilib 320 kilobayt bərabərdir. Sətir sayı verilib 32, birbaşa yazıram 2 üstü 5. Simvol sayı verilib 64, birbaşa yazıram 2 üstü 6. Səhifə sayı məlum deyil, yerinə x yazıram və vurulsun 1 bayt. İxtisarımızı aparmaq üçün hər ikisi eyni ölçü vahidində olmalıdır. Bu tərəf kilobaytdır, bu tərəf baytdır. Gəlin onu da eyni ölçü vahidinə gətirək. 320-ni də yazaq 2 üstü 5 vurulsun 10 kimi. Kilobaytdan bayta keçmək üçün necə keçirdik? Yadınızdadırsa ardıcıllığımız bit, bayt, kilobayt, megabayt, gigabayt şəklində idi. Bit ilə bayt arasında 2 üstü 3 əlaqəsi idi. Qalan bütün əlaqələrimiz 2 üstü 10 idi. Və böyük ölçü vahidindən kiçiyinə gedərkən biz vurma əməliyyatını aparırdıq. Kiçik ölçü vahidindən böyüyünə gedərkən isə bölmə əməliyyatını apardıq. İndi biz kilobaytdan bayta doğru gedirik. Deməli, nə edəcəyik? Vurma əməliyyatını aparacağıq. Yəni 320-ni vuracağıq nəyə? Kilobaytdan bayta keçmək istəyirəmsə, təbii ki də onlar arasındakı əlaqəyə. Kilobaytla bayt arasındakı əlaqə də nə qədərdir? 2 üstü 10. Ona görə də 2 üstü 10 bayta vururam. Və artıq bayta keçdim. Bu biri tərəfdə 2 üstü 11 alınır. 2 üstü 5-lə 2 üstü 6-nı vurduğumuz zaman x vurulsun. Artıq baytları yazmamıza ehtiyac yoxdur. Çünki zaten ixtisarımız gedəcək. X-i buradan tapdığımız zaman x nəyə bərabər olacaq? 10 vurulsun. 2 üstü 15 bölünsün 2 üstü 11. İxtisarımız gedərkən 2 üstü 15 ilə 2 üstü 11 gedəndə 2 üstü 4 qalır yuxarıda. 2 üstü 4 də 16 deməkdir. 16-nı 10-a vuranda 160 alınacaq. Okey. Növbəti sualımız. Uyğunluğu müəyyən edin. Shift F7 düymə kombinasiyası sinonimləri tapmaq üçün, tezarusları tapmaq üçün istifadə olunur. F5 düymə kombinasiyası Go To pəncərəsini açır. Onu da qeyd edeyim ki, Go To-nu açmaq üçün həmçinin Ctrl-G düymə kombinasiyasından da istifadə olunur. Ctrl-K isə hiperəlaqələr yaratmaq üçün istifadə olunur. Bu səbəbdən doğru cavab variantımız 1-ə B, 2-ə Y və 3-ə A olmaqladır. Yerdə qalan mətni ortadan düzləndirən düymə kombinasiyamız Ctrl-Y-dir. Düzləndirmək üçün istifadə olunan digər düymə kombinasiyaları var. Ctrl-J Justify, yəni tam düzləndirmədir. Ctrl-L sol tərəfdən düzləndirmədir. Ctrl-R isə sağ tərəfdən olan düzləndirmədir. Sənədi çapa göndərən düymə kombinasiyamız isə Ctrl-P düymə kombinasiyasıdır. Belə yoldaşlar, suallarımız bitdi. Gələn həftənin sonu artıq qəbul imtahanıdır. Hər birinizə uğur arzu edirəm. Hər birinizə ürəyiniz istədiyi balla, ürəyiniz istədiyi ixtisasa daxil olmanızı arzu edirəm. Özünüzə yaxşı baxın. Sağ olun.